2040-cı ilə qədər paytaxt ərazisində qəzalı və istismar müddəti bitən binaların hamısı söküləcək. Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert bildirir ki, paytaxtın 12 rayonunda belə yaşayış binaları mövcuddur. Bu tikililər həm insanların təhlükəsizliyi, həm də şəhərin ümumi görünüşü baxımından narahatlıq doğurur. Bəs belə binaların sökülməsi niyə ləngiyir? Rəqəmlərə nəzər salsaq, təkcə paytaxt Bakı şəhərində minlərlə istismar müddətini bitirmiş, yüzlərlə isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları mövcuddur ki, hər hansısa bir köhnə çoxmənzilli yaşayış binalarının sökülərək yeniçili binanın əvəzlənməsi prosesi minimum 3 ildən daha çox zaman tələb edir. Bu baxımdan hazırki vəziyyətdə paytaxt Bakı şəhərinin baş planı təsdiq olunub və 2040-cı ilə qədər paytaxt Bakı şəhəri baş planda əks olunmuş formada olmalıdır. Elnur Fərzəliyev bildirir ki, qəzalı binaların sökülməsi prosesi sadə deyil və bir neçə mərhələdən ibarətdir. Bu cür binaların sökülməsi üçün ilk növbədə rəsmi qurumların rəyi olmalıdır. Bu baxımdan özəl tikinti şirkətləri üçün müəyyən güzəştlərin tələb olunması və tikinti şirkətlərinin bu prosesə cəlb olunması söküntü proseslərini daha da sürətləndirmiş olar və başqa bir tərəfdən isə həmin qəzalı binalarda yaşayan vətəndaşların yaşamlarında baş verən təhlükələrin də aradan qaldırılması ilə nəticələnə bilər. Ekspert onu da əlavə edib ki, bəzi binalarda yüzlərlə mülkiyyətçi olur ki, bu da kompensasiya məsələlərinin razılaşdırılmasında xeyli vaxt aparır. Ramal Abdullayev, Xəzər xəbər.